Dayan. Bu sefer biraz renklilik katacağım. Sonra deyirlər ki, qaqa fonumu değiştir qaqa. Almanya'da iş vizası necə almaq olar? Bu arada dünən 10.000 olmuşuq, ona görə çox sağ olun. Almanya'da iş vizası almaq üçün əslində çoxu bəzi şirkətlərə müraciət edir ki, şirkətlər heç bir sorğu-sual olmadan müəyyən bir məbləğ müqabilində sizə iş vizası hazırlayır. Amma qaldı ki, öz əməyinizlə iş vizası Almanya'ya necə ala bilərsiniz? Bugün ondan danışacağım. İlk öncə iş saytları üzərindən özünüzə iş yeri tapırsınız. Anabin. Central Ausländer Behörde'nin Anabin diplom yoxlamasından diplomunuzu tanıdırsınız. Sizə iş dəvəti göndərən şirkət Agentur für Arbeit'dan sizin işləməyiniz üçün icazə almalıdır. Sizə iş dəvəti göndərən şirkət maaşınız, iş saatınız və işiniz haqqında ətraflı məlumat qeyd etməlidir. Bəli, normalda B1, B2 səviyyəsində Almanca tələb olunur. Əgər IT üzərindən iş vizası alacaqsınızsa, sadəcə ingilis dili bəzən kifayət edir.